Salam, hər vaxtınız xeyir olsun. Mən Rəvanə Aysiman, Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Azərbaycan dilini daha yaxşı öyrənmək istəyən şəxslər üçün video dərslər hazırlayıram. Yəni YouTube sinifimə xoş gəlmisiniz. Bu dərsimizdə vurğu və vurğu ilə bağlı önəmli məsələlər haqqında danışmaq istəyirəm. Qeyd edeyim ki, vurğu mövzusu proqramdan çıxarılıb, yəni imtahanlarda test olaraq qarşınıza çıxmayacaq. Lakin önəmli mövzulardan olduğu üçün və birbaşa Azərbaycan dilində danışığımıza təsir etdiyi üçün belə bir mövzu düşündüm ki, hazırlayım. Ümid edirəm ki, çox faydalı olar. Mən vurğu mövzusunu ağsaqqal məsləhətinə bənzədirəm. Əvvəl insan bu mövzunu önəmsiz sayır, lakin sonradan, xüsusilə doğru danışmaq istəyən zaman vurğu mövzusunun nə qədər önəmli olduğunu anlayırıq. Belə, imtahanlarda düşməsə belə düşünürəm ki, vurğu mövzusu haqqında məlumatlı olmalıyıq. Məncə başlaya bilərik. Vurğu haqqında nələri mütləq bilmək lazımdır? Həmin o məşhur sualımızı lövhədə yazaq. Deməli, vurğu haqqında nələri bilməliyik? Vurğu haqqında nəyi bilməliyik? Əvvəl vurğunun nə olduğunu bilməliyik. Vurğu, xüsusən heca vurğusu tələffüzdə bir hecanın daha qabarıq şəkildə tələffüzüdür. Daha yüksək tondan deyilməsidir. Vurğunun işarəsi necədir? Baxın, bu işarədir. Məsələn, kitab sözünə baxaq. Kitab demirik, kitab deyirik. Vurğu ikinci hecadadır. Vurğunu bu şəkildə göstəririk. İşarəsini bildik, vurğunun nə olduğunu bildik. Başqa vurğu haqqında nə bilməliyik? Vurğunun növləri var. Hansıdır vurğunun növləri? Deməli, vurğunun növləri, bura qeyd eləyirəm. Hansı növləri var? Heca vurğusu var. Həyəcanlı vurğu var. Məntiqi vurğu var. Heca vurğusu bayaq dediyim, məsələn, sürətlə. Baxın, sürətlə deyirsən. Vurğunu ikinci hecada deyirik. Heca vurğusu bir hecanın digər hecalara nisbətən daha qüvvətlə deyilməsidir. Bəs həyəcanlı vurğu nədir? Həyəcanlı vurğu danışanın hiss və həyəcanını ifadə etmək üçün cümlədə və ya abzasda müəyyən sözlərin daha həyəcanla qüvvətli şəkildə deyilməsidir. Məsələn, deyirik ki, sənə möhtəşəm bir xəbərim var. Sənə möhtəşəm bir xəbərim var. Baxın, möhtəşəm sözünü xüsusi vurğu ilə deyirik. Sənə möhtəşəm bir xəbərim var. Bu artıq həyəcanla dedik bunu. Daha sonra məntiqi vurğu nədir? Məntiqi vurğu cümlə daxilində müəyyən bir sözün digər sözlərə nisbətən daha qüvvətlə deyilməsidir. Məntiqi vurğunu cümlədəki hər bir sözün üzərinə vurmaq olar. Yəni, hər bir sözü məntiqi vurğu şəklində deyə bilərik. Məsələn, deyirik ki, bəli, məsələn, belə bir cümlə xatırladım. Bəli, o illər əvvəl hər kəsin axtardığı insan idi. Baxın, burada məsələn deyirik, bəli, o illər əvvəl hər kəsin axtardığı insan idi. Burada onu xüsusi vurğu ilə dedik. İndi deyək, bəli, o illər əvvəl hər kəsin axtardığı insan idi. İndi dedik, illər əvvəl xüsusi vurğu ilə dedik. Bəli, o illər əvvəl hər kəsin axtardığı insan idi. Hər kəsin. Bəli, o illər əvvəl hər kəsin axtardığı insan idi. Bəli, o illər əvvəl hər kəsin axtardığı insan idi. Yəni, məntiqi vurğunu
bizim məqsədimizdən asılı olaraq cümlədəki hər hansı bir sözün üzərində deyə bilərik. Yəni dəyişə bilən vurğudur. Belə. Daha sonra vurğu haqqında nəyi bilməliyik? Uzun saitlə vurğulu hecanı qarışdırmamaq lazımdır. Uzun tələffüz sözdə hər hansı bir saitin daha uzun tələffüzüdür. Məsələn, qəribə sözünə baxaq. Baxın, qəribə. İni uzaldırıq. Qəribə. Bu uzanmadır. Uzanmanın işarəsi də qoşa nöqtədir. Bir də var deyirik ki, estetika. Baxın, estetika. İkadan əvvəl vurğunu dedik. Deməli, uzanmada saiti nisbətən daha uzun deyirik. Vurğuda isə daha qüvvətlə deyirik. Və yadda saxlayın ki, əgər sözdə sait uzanması varsa, onda vurğu son hecaya düşür. Məsələn, qəribə sözünə baxaq. Sözdə uzanma var idi. İ uzanmışdı, düzdür? Deməli, vurğu sonuncu hecanın üzərinə düşür. Bəzi, bəzən, bəli, daxilən, daim, daima, lakin, sonra, yəni. Bu sözlərdə deməli həm uzanma var birinci hecada, həm də vurğu birinci hecanın üzərinə düşür. Azərbaycan dilində bəzi sözlər var ki, bu sözlərin vurğusunun yerini dəyişməklə sözün mənası da dəyişir. Məsələn, alma sözü. Alma sözündə vurğu ikinci hecaya düşür. Meyvə adı, alma. Bir də var deyirsən ki, onu mənə alma. Burada artıq vurğu birinci hecanın üzərinə düşür. Çünki feilin inkar şəkildisi vurğu qəbul etmir. Daha sonra vurğunun təyin olunmağı. Vurğunu necə təyin eləyə bilərik? Necə tapa bilərik? Sözdə vurğu hansı hecadadır? Vurğunun təyin edilməsi. Sözün vurğusunu təyin eləməyin ən rahat yolu vurğunu bir-bir sözün hecalarında gəzdirməkdir, tələffüz etməkdir. Məsələn, bir söz yazım. Əkinçilik sözü. Bax, bu sözü tələffüz eləyirik bir-bir. Əvvəl birinci hecanın üzərinə vurğu vuraq. Deyək, əkinçilik. Sözü belə tələffüz etmirik. Deməli, vurğu birinci hecada deyil. İndi ikinci hecanın üzərinə vuraq. Əkinçilik, yenə də sözün doğru tələffüzü belə deyil. Əkinçilik, yenə də bu şəkildə tələffüz etmirik və ən sonda deyirik. Əkinçilik, yəni sözü adi qaydada tələffüz edirik. Deməli, vurğu sonuncu hecanın üzərinə düşür. Belə, əksər sözlərin vurğusunu bu şəkildə tapa bilərsiniz. Daha sonra necə tapa bilərsiniz? Əgər sözdə uzanma varsa, bax yazıram. Sözdə uzanma varsa, uzanma. Deməli, uzanmanı belə yazaq da. Əgər sözdə uzanma varsa, vurğu son hecadadır. Deməli, sözdə baxırsınız, sözün birinci hecasında, ikinci hecasında, üçüncü hecasında uzanma varsa, əsasən həmin sözlərdə vurğu sonuncu hecanın üzərinə düşür. Sonra, sifətin çoxaltma dərəcəsində M, P, R, S samitlərinin köməyi ilə yaranan çoxaltma dərəcəli sifətlər var. Bax, belə sifətlərdə vurğu birinci hecanın üzərinə düşür. Məsələn, deyirsən qıpqırmızı. Baxın, P-nın köməyi ilə yarandı. Qıpqırmızı. Vurğu birinci hecadadır. Və yaxud da tərtəmiz. Vurğu birinci hecadadır. Sonra başqa nə deyə bilərik? Başqa gömgöy. Gömgöy. Vurğu birinci hecadadır. Bu tipli sözlərdə artıq baxan kimi biləcəksiniz ki, vurğu birinci hecanın üzərinə düşür. Daha sonra vurğu qəbul etməyən şəkilçilər var. Hansı ki, həmin şəkilçiləri birazdan qeyd edəcəm. Sözdə həmin şəkilçilər varsa, vurğu həmin şəkilçilərdən əvvəlki hecanın üzərinə düşür. Məsələn, feilin inkar şəkilçisi mamə vurğu qəbul etmir. Deməli,
vurğu ondan əvvəlki hecanın üzərinə düşür. Qeyd eləyirəm, görmədim. Baxın, mən inkar şəkilçisi var. Vurğu qəbul etmir, deməli ondan əvvəlki hecaya vurğu düşür. Sonra yadda saxlayın. Azərbaycan dilindəki milli sözlərdə, Azərbaycan dilində daha çox deməli sayların əksəriyyəti millidir. Əvəzliklərin əksəriyyəti millidir. Feillərin, xüsusilə sadə feillər çoxu millidir. Yəni bu sözlərdə niyə bunları deyirəm? Çünki düşünə bilərsiniz ki, Azərbaycan dilində olan milli sözlər hansılardır? Azərbaycan dilindəki milli sözlərdə vurğu əsasən son hecanın üzərinə düşür. Baxacaqsınız. Söz saydısa, deməli millidir. Vurğu sonuncu hecadadır. Sözün kökü feildirsə, deməli söz millidir. Sözün vurğusu sonuncu hecadadır. Məsələn, qeyd edirəm. Soyuq sözü. Sözün kökü soyumaqdır. Q şəkilçidir. Deməli, sözün kökü feildirsə, söz milli sözdür. Vurğu sonuncu hecadadır. İkinci hecadadır. Və yaxud da 8 saydır. Saylar millidir. Milli sözlərdə vurğu sonuncu hecanın üzərinə düşür. Bu sözlər Azərbaycan sözləri olsa da, vurğuları birinci hecanın üzərindədir. Deməli, bu istisnaları da qeyd eləyirəm. Bayaq, daha sonra dünən, bildir, zərf mənasında bildir. Sonra necə, sanki, ancaq və o bayaq dediyim sifətlər. Deməli, bu sözlər Azərbaycan mənşəli olsa da, vurğu birinci hecanın üzərinə düşür. Bunu da yadda saxlayın. Sonra, vurğusu son hecaya düşən milli sözlərimizə vurğu qəbul edən şəkilçi artırdıqda, vurğu yenə də şəkilçinin üzərinə düşür. Yəni, sabit keçici vurğudur. Məsələn, 8 sözündə vurğu sonuncu hecaya düşür, milli sözdür. Gəlin buna şəkilcilər artıraq. 8-cilər. Baxın, sabit keçici vurğudur. Yenə düşəcək sonuncu hecaya. 8-cilər. Sona düşdü. Yəni, Azərbaycan dilində olan milli sözlərə vurğu qəbul edən şəkilcilər artıranda bu sabit keçici vurğu olur. Yəni, vurğu yenə də son hecanın üzərində qalır, şəkilçinin üzərinə düşür. Bunu da yadda saxlayın. Daha sonra vurğusu son hecada olan sözlər xitab kimi işləndikdə vurğu əvvəlki hecanın üzərinə düşə bilər. Məsələn, rəvanə sözündə uzanma var, vurğu sonuncu hecaya düşür. Amma desəm ki, rəvanə, sabah gəlirsən, orada artıq xitab olduğu üçün, müraciət olduğu üçün vurğunun yeri dəyişdi. Rəvanə, baxın, ikinci hecaya düşdü. Yəni, sözlər xitab olduqda sözlərin vurğusu dəyişir. Bunu da yadda saxlayın. Daha sonra, əgər sözdə ika və iya şəkilçiləri varsa, vurğu i-dən əvvəlki saitin üzərinə düşür. Məsələn, fonetika. Baxın, ikadan əvvəlki heca e-nin üzərinə düşdü. Və yaxud da yazıram, etnografiya. İyadan əvvəlki hecanın üzərinə düşdü. Deməli, ika və iya varsa, vurğu həmin ika və iyadan əvvəlki hecanın üzərinə düşür. Belə. Daha sonra, əgər loji və izm şəkilçiləri varsa, qeyd eləyirəm. Loji, izm şəkilçiləri varsa, vurğu sonuncu hecaya düşür. Məsələn, yazıram bioloji. Vurğu i-nin üzərinə düşür. Və yaxud da realizm.
Deməli, loji izm varsa, vurğu sonuncu hecada olur. Daha sonra, ba bitişdiricili sözlərdə vurğu ba-dan əvvəlki hecanın üzərinə düşür. Məsələn, növ-bənöv. Baxın, ba-bə bitişdiricisində necə oldu? Vurğu ba-bədən əvvəlki hecanın üzərinə düşür. Bunu da yadda saxlayın. Daha sonra, deməli, qeyd eləyək. Deməli, qraf. Sözün sonunda qraf hissəciyi varsa, vurğu qdan əvvəl işlənmiş saitin üzərinə düşür. Məsələn, etnoqraf. Qdan əvvəl işlənmiş sait, etnoqraf. Sonra, sözdə loq şəkilçisi varsa, qaydamız iki cürdür. Əgər insan anlayışı bildirirsə, məsələn, bioloq yazıram. Loqdan əvvələ düşür, bioloq. İnsan anlayışı bildirmirsə, vurğu sonuncu hecanın üzərinə düşür. Yazıram, monoloq. Vurğu sona düşür, monoloq. Və yaxud da dialoq, proloq. Vurğu sona düşdü. Amma insan anlayışı bildirəndə vurğu, deməli, loqdan əvvələ düşür. Daha sonra, bu şəkildə bu bir neçə şəkilçiləri də yazdım vurğunu təyin eləmək üçün. Bu şəkildə yadda saxlaya bilərsiniz. Bir də vurğu qəbul etməyən şəkilçilər var. O şəkilçiləri də gördünüzsə, deməli vurğu o şəkilçilərdən əvvəlki hecaların üzərindədir. Gəlin o şəkilçilərə baxaq. Vurğu qəbul eləməyən şəkilçiləri düşünürəm ki, əzbərləməyə ehtiyac yoxdur. Hər birinə aid bir dənə nümunə yadda saxlasaz, yadınızda qalacaq. Deməli, vurğu qəbul eləməyən şəkilçilərə yazıram. Birinci məsələ, feilin inkar şəkilçisi, ma-mə şəkilçisi. Məsələn, görməsə. Görməsə, vurğu birinci hecaya düşür. Çünki ma-mə vurğu qəbul etmir. Ondan əvvələ düşdü. Sonra, ikinci məsələ, mı, mi, mu, mü sual ədatı. Vurğu qəbul etmir. Müdən əvvəlki hecanın üzərinə düşdü. Sonra, ilə qoşması. Məsələn, yazıram, qardaşımla. Baxın, qardaşımla, la-nan kimi oxunur. Qardaşımla bu la-dan əvvəlki hecanın üzərinə düşdü. Daha sonra, bu fikrin mənbəyini bildirən modal sözlərdə işlənən ca hissəsi. Vurğu qəbul etmir. Məsələn, məncə, səncə. Ca-cə vurğu qəbul etmədi. Daha sonra, yadda saxlayın. Dək, tək, can. Baxın, bunları yadda saxlayın. Bu qoşmalar sözə bitişik yazılır və vurğu qəbul eləmir. Səhərədək. Dəkdən əvvələ düşdü. Səhərəcan. Sonra, sənin tək. Təkdən əvvələ düşdü vurğu. Daha sonra, idi, imiş, isə hissəcikləri. Məsələn, görürdü, düydən əvvələ düşdü. Görürmüş, müşdən əvvələ düşdü. Görürsəm, sədən əvvələ düşdü. Belə. Daha sonra, 7-ci yazıram, feili bağlama şəkilçisi, madan, mədən. Madan, mədən. Məsələn, deyirsən, görmədən. Görmədən. Görürsünüz, mədəndən əvvələ düşdü. Ov, ova, yev, yeva. Bu şəkilçilər vurğu qəbul etmir. Məsələn, Məmmədov.
Məmmədov. Ovdan əvvələ düşdü. Abdullayeva. Yevadan əvvələ düşdü. Abdullayeva. Daha sonra gil şəkilçisi. Nənəmgil. Gildən əvvələ düşdü vurğu. Zərf düzəldən şəkilçilər var. Məsələn, ca, cəsinə, casına. Sonra la, ən. Baxaq, ca şəkilçisinə rusca. Baxın, cadan əvvələ düşdü, rusca. Casına şəkilçisinə dəlicəsinə. Cəsnədən əvvəl, dəllicəsinə. Sonra la, sürətlə, sürətlə. Ladan əvvələ düşdü. Sonra ən şəkilçisinə qəlbən. Görürsünüz, əndən əvvələ düşdü. Qəlbən, ənin üzərinə düşdü. Bu şəkilçilər harda gördünüzsə, bilin ki, bu şəkilçilər vurğu qəbul etmir. Dərsin əvvəldə də demişdim, Azərbaycan dilində bəzi sözlər var ki, sözün vurğusunu dəyişdikdə sözün mənası dəyişir. Bu sözləri iki cür qruplaşdırmaq olar. Birinci qrup, deməli, vurğusu dəyişdikdə həm leksik mənası dəyişən, həm də qrammatik mənası dəyişən. Qrammatik mənası dəyişən sözlər. Leksik məna sözün mənasıdır bildiyimiz. Qrammatik məna isə sözün nitq hissəsidir. Satirik, satirik. Satirik əsər Mirzə Ələkbər Sabir. Satirik əsərdə vurğu sonuncu hecəyə düşür. Satirik. Necə? Satirik. Bir də var deyirsən, Mirzə Ələkbər Sabir satirikdir. Yəni, satirik əsərlər yazan şairdir. Deməli, bu sözün vurğusu dəyişəndə sözün həm mənası dəyişdi, həm də nitq hissəsi dəyişdi. Satirik əsər burada sifətdir. Satirikdir. Kimdir? Satirikdir. İsimdir. Deməli, bu sözdə həm leksik məna dəyişdi, həm də qrammatik məna dəyişdi. Və yaxud da deyirsən ki, bəzən xatirimə gəlirsən, bəzən. Vurğu birinci hecadadır. Bir də var deyirsən, bəzən ey nazlı gözəl, bəzən. Vurğu sondadır. Birinci bəzən zərfdir, ikinci bəzən feildir. Deməli, bu sözdə də sözün həm mənası dəyişdi, həm də nitq hissəsi dəyişdi. İndi danışaq ikincidən. Deməli, ikinci vurğusu dəyişəndə sözün sadəcə leksik mənası dəyişən. Vurğusu dəyişdikdə deməli, leksik mənası dəyişir, qrammatik mənası dəyişmir. Yəni, sözün vurğusu dəyişsə də, sözün nitq hissəsi dəyişmir. Nümunə olaraq yaza bilərik elektrik və elektrik. Elektrik insan, kim sualına cavab verir? Elektrik, enerji növü. Nə? Enerji növü. Burada da hər ikisində deməli nitq hissəsi isim oldu. Kim sualına cavab verdi? Nə sualına cavab verdi? Deməli, qrammatik mənası dəyişmədi, lakin leksik mənası dəyişdi. Belə, vurğusu dəyişməklə mənası dəyişən sözlər haqqında danışdım. Vurğu haqqında bu qədər. Əgər hər hansı sualınız olarsa, şərhiniz olarsa, rəylər hissəsində yaza bilərsiniz. Xudahafiz.